Bəli, biz Soyuq Əllər İstiürək yarmarkasındayıq. Hər il ənənəvi şəkildə təşkil olunan bu xeyriyyə yarmarkası bu il də öz rəngarəngliliyi, maraqlı stendləri və fərqliliyi ilə seçilir. Balacadan böyüyə hər kəs böyük maraqla bu xeyriyyə yarmarkasına gələrək yardıma ehtiyacı olan şəxslərə ümid olmaq istəyirlər. Bəli, az öncə də qeyd etdiyim kimi yarmarkada müxtəlif stendlər var, hansı ki bu stendlərdə müxtəlif şirniyyatlar və yeməklər satılır. Burada əldə olunan gəlir isə yardıma ehtiyacı olan uşaqlar və böyüklər üçün istifadə olunur. Biz İzmir bombası satırıq. Bu əsasən İzmirdə məşhurdur və burada yarmarkada bizdən başqa onu satan yoxdur. 4 ildə artıq fəaliyyət göstəririk. Ancaq dekabr ayında Soyuq Əllər İstiürəklər yarmarkasında fəaliyyət göstəririk. İnsanların marağı necədir İzmir bombasına qarşı? Çox maraqlıdır, çünki ildə bir dəfə açılır bura və cəmaət gəlir yemək üçün. Qiymətlər barədə zəhmət olmasa məlumat verərdiniz. İzmir bombasının qiyməti 3 manat 50 qəpikdir. Onun meyvəli və duban şokoladı olan çeşidləri var. Onlar 4 manat 5 manatdır. Dayıcan, Şabalıd yarmarkanın əvəz olunmaz stendlərindən biridir. Hər il biz Şabalıd stendinə burada rast gəlirik. İstərdim siz öz stendiniz barədə məlumat verəsiniz. Yerli şabalıddır, Zakatala şabalıdır. Əsası odur ki, közdə pişir. Yəni spiral deyil. O şabalıda da dad verən elə o közdür. Belə də ki, alıcıq qüvvəsi də yaxşıdır. Bir il yarmarkada hər şey öz qaydasındadır. Neçəyə satırsınız? 130 qramın 5 manata. Stenddə Asiya mətbəxidir, nudullardır. Krevetkalı və yaxud toyuqlu və yaxud miks olur, hamısı bir yerdə. Tərəvəzlərlə boldur, içində tərəvəzi, toyuqlu, hər şey olur. Qiymətlər neçədir? Qiymətlər biz minimum 7 manatdan başlayır. Vegetarian 7 manatda, toyuqlu 8 manat, krevetkalı 10 manat, miks hamısı bir yerdə 12 manata qədər. İnsanların Asiya mətbəxlə nudulu olan marağı necədir? Sizə qaynı edir? Yaxşıdır, pisdir. Yəni normal gəliblər, yeyirlər, bəyənirlər. Çox adam bəyənir. Bizdə çaxır satırıq, Azərbaycan çaxırıdır, burada hazırlayırıq, daşla hazırlayırıq. Məsələn, bax, Adana kebabdır, Urfadır, lülə kebabdır, toyuq lüləsidir. Qiymətlər stabildir, 9 manatdan başlayır, yəni 6 manata toyuq lüləsidir, lülə 7 manatdır. Qiymətlər orada interaktivdə göstərilir. İnsanların daha çox hansı kebaba marağı var? Qeyri-adi krevetka maraq yaradırlar ən azından. Həmişə yediyimiz lülədir, məsələn, toyuq lüləsidir. Amma ən çox istədikləri krevetkadır, qeyri-adi olduğu üçün. Şirniyyatımızın adı tridenlikdir. Özəl reseptlə hazırlanır xəmiri və xəmiri gətiririk, kündəliyirik, mayalanır və sonra onu xəmiri taxtaya vururuq. Baxın, taxtalar orada var. Taxtaya vururuq, orada da biraz mayalanır, sonra isə sobada bişirilir. Qiyməti neçədir? Qiyməti var, 7 manatdan 15 manat arası dəyişir. Maraq yaxşıdır, dadları xoşuna gəlir, alanın xoşuna gəlir, bilməyəndə hələ ki yoxlamayıb bilmir də indi. Amma maraq var. Burada insanları təşviş edirlər ki, daha yaxşı macəralara üz tutsunlar. Yarmarka haqqında fikirlərini soruşmuşdunuz deyəsən. Yarmarka haqqında fikirlərim əslində çox yaxşıdır. Yəni qış aylarında insanlar gəlib burada stendlərin qarşısında müxtəlif ürünlər, yəni dadlarına baxaraq fərqli təamlar dada bilirlər. Yəni yatmaq çox yaxşıdır. Əylənirlər. Fərqlidir də, yəni uşaqlar əylənmək üçün yerdir. Nə almısınız bugün yarmarkada? Hələ təzə gəlmişik, ilk ozmaya girmişik, bir də əjdərhə nəfəsi. Bu yeni ilin xoş təəssüratıdır insanlar üçün. Əhval-ruhiyyalar artır, maraqlı şeylər açıblar burada, yəni hərəsinin öz balaca evci deyim, nə deyim, belə bir şeylər insanlarda maraq doğurur. Bəziləri tanımadıqları şeylərlə tanış olur, yemədikləri qidalar deyim, nəsə onlarla tanış olurlar. Maraqlıdır. Gözəldir, gəzirik, əylənirik, yergərdə alış-veriş edirik.
Çox sağ olun. Hər il gəlirsiniz bura, ya necə? Bəli, bəli. Yaxınlıqda işləyirik deyə qismət olur, hər il gəlirik bura. Hansısa təamları burada dadmısınız? Şirniyyatlardan biraz təamlara dadmışıq belə, amma başqa elə ki yox. Çox qəşəng düzəldiblər, sağ olsunlar, kim təşkil eləyib. İnsanlar məncə razıdır. Hava da maşallah yaxşıdır. Yerlər də qəşəngdir indi. İnşallah hamıya xoşuna gələr. Kadrlardan da gördüyünüz kimi yarmarkada eyni zamanda müxtəlif maraqlı oyunlar təşkil olunub ki, vətəndaşlar bura gələn insanlar müxtəlif oyunlar oynayaraq öz şanslarını sınayıb dəyərli hədiyyələr əldə edə bilərlər. Səsəvi olaraq Soyuq Əllər İsti Ürək yarmarkasındakı ab-havanı sizlərin diqqətinə çatdırmağa çalışdıq. Ümid edirik ki, siz də bu xeyriyyə yarmarkasında iştirak etmək üçün Soyuq Əllər İsti Ürəyə buyurasınız.